A, B, C, D, Y ədədləri verilmişdir. Bunlardan hansılar 40-da 7-dən böyükdür? Verilən ədədlər hamısı onluq kəsirdir. Onları adi kəsirə çevirə bilərik və ya 40-da 7 ədədini onluq kəsirə çevirə bilərik. Hər tərəfini 25-ə vursaq bu ədədin məxrəcdə alınar 1000, sürətdə alınar 175 və onluq kəsirə çevirsək 0,1000-də 175. Deməli, A ədədi bərabərdir 0,1000-də 1367 və müqayisə edək 0,1000-də 175-lə. Əlbəttə ki, deməli, kəsir hissələri eynidir. Daha doğrusu tam hissələri eynidir. Kəsir hissələri müqayisə etsək görərik ki, 40-da 7 ədədi, yəni 1000-də 175 daha böyükdür. Çünki 10-da biri eynidir, 100-də biri isə bu ədədin daha böyükdür. Deməli, A ədədi kiçik oldu. Bizə böyük ədəd lazımdır. B ədədinə baxaq. B 0,1000-də 182-dir. Və bu ədəd isə 0,1000-də 175-dir. Əlbəttə ki, B daha böyükdür. Deməli, B-ni götürə bilərik. C ədədi bərabərdir 0,1000-də 1111 və 0,1000-də 175. Əgər bura bir 0 da əlavə etsək, 10.000-də 1111 və 10.000-də 1750 daha böyükdür. Deməli, C ədədi də kiçikdir. Sonra D ədədi. D bərabərdir 1,3. Əlbəttə ki, 1,3 0,1000-də 175-dən daha böyükdür. Çünki tam hissəsi böyükdür. Deməli, D ədədi də uyğun gəlir. Lazım olan variantlardan Y variantı bərabərdir 0,42 və 0,1000-də 175-də müqayisə etsək, əlbəttə 10-da biri daha böyük olduğu üçün Y-nin Y ədədi də verilən ədəddən daha böyükdür. Deməli, doğru cavab olacaq B, D, Y variantı.